Mirzəoğlu Mustafa 1881-ci ildə Salonikdə anadan olmuşdu. Gənc yaşlarından dövlət və hərbi işlərə maraq göstərirdi. Zəkalı olduğu üçün müəllim ona Kemal deyirdi. Mustafa Kemal hərbi xidməti zamanı Osmanlı İmperiyasının apardığı savaşlarda iştirak etmişdi. Birinci Dünya müharibəsində məğlubiyyətdən sonra Atlanta dövlətləri Osmanlı İmperiyasını bölməyə, zəbt etməyə çalışdılar. 1919-cu ildə Mustafa Kemal Samsun'da xalqla birlikdə azadlıq mübarizəsinə qalxdı. Xalq ona Atatürk dedi. Mustafa Kemal Atatürk və Türk xalqı qələbə qazanaraq əcnəbiləri qovdular. 1923-cü ildə Türkiyə Respublika elan edildi. Atatürk ilk prezident seçildi. Atatürk dini qanunlardan sivil qanunlara keçdi, qadın haqlarını müdafiə etdi, təqvimi, əlifbanı dəyişdi. 1938-ci ildə ağır xəstəlikdən vəfat etdi. Hörmətlə yad edilir.